Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər. Xoş gördük. Necəsiz? Yaxşısınız? Ümid edirəm ki, imtahanlara hazırlıq prosesi də təbii ki gedir. Çox intensiv şəkildə yatırsınız, yox, oxuyursunuz. İnşallah ki elədir. Hər birinizə uğurlar arzulayıram. Axıra gələndə tam olaraq, ay müəllim, nə oxuyaq, haran oxuyaq, necə eləyək deməmək üçün bugün oxumaq lazımdır. Əlbəttə ki. Deməli uşaqlar, bugün Kaspinin 2 noyabr tarixində də bugün blok sınav imtahanı keçirilib. Onun Azərbaycan dili suallarına baxacağıq. Digər qrupun uşaqları da bu 3-cü qrupu deyib fırlamayım. Yəni qrammatika sualları var ki, onlar sizə də düşə bilər. Yəni qrammatikanın nə fərqi var? 3-cü qrup, 5-ci qrup, 1-ci qrup. Ona görə baxın, 30 dənə sualdır. Qəşəng bir-birindən gözəl, göyçək, yaraşıqlı, karizmatik suallardır. İzləyin və bu arada eksklüziv bir xəbər. Deməli, noyabr ayından etibarən sınaq qruplarımız artıq başlayır. Yəqin ki, qohumda, qonşuda, nə bilim, bir tanışda falan bizim keçən ilki sınaq qruplarımızda, sürət qruplarımızda mütləq ki, iştirak edənlər olar. Onlardan soruşarsınız arada sırada ki, necə idi deyə. Nəysə, uşaqlar, deməli, sınaq qrupumuz artıq başlayır. Qoşula bilərsiniz. Nömrəni görürsünüz, yazın WhatsAppdan, deyin ki, mən qoşulmaq istəyirəm, falan. Nəysə, o tərəfində həll edək, qoşulun. Belə, nəysə ki, uşaqlar, özünü də bilirsiniz ki, ölkədə ən çox bəyəndiyim sınaqlardan biri Kaspidir. Bizdə əvvəlki illərində Kaspi sınaqlarını kanalımızda görə bilərsiniz. Bu arada, mən sizə söz deyim, kanalımıza niyə abunə olmursunuz? Pis uşaqlar, olmayanlara deyirəm, və niyə abunə olmursunuz ki? Deməli, kanala baxıram, təsəvvür edeyim. Göstərir ki, izləyən 85%, bilirsiniz nə demək? İzləyən 85% adam abunə deyil. Yəni, niyə da? Nə olur ki? Nə paxıllıqdır, pulumuz getmir, yağımız ərimir. Sizə bu boyda sınaq izah edirik. Bu boyda kanalımızda dərs izahları var. Üsyan eləyəcəm. Bir dənə bayraq qalım. İsyan, abunə olun da, nə olub ki? Ondan bizə pul gəlmir. Fikirləşməyin ki, müəllimə pul gedir. Yəni, o da deyil. Yəni, narahat olun. Bu sadəcə abunədir da, yəni. Nəysə, keçək suallara. Keçək da, sizdə. Hansı sözlərdə orfoepik norma pozulub? Yəni, tələffüz qaydası pozulub. Zəfəranı çoxunuz zəfəran bilirsiniz, amma zəfərandır. Bu düzdür. Səviyyədə pozulub. Səviyyədə pozulub, uzanmır. Nərə bilirsiniz, 2 cürdür. Uzanma normaldır. Tarixilik sözündə də iş olmalı idi, pozulub. Təbil sözündə də uzanma yoxdur. Deməli, 2, 4, 5. Koskoca bir dənə ürək atırıq. Keçirik növbəti sualımıza. Deməli, sözlərin düzgün orfoqrafiyası ilə bağlı cədvəldəki hansı sözlərin yeri dəyişdirilsə, cədvəldəki yanlışlıq düzələr. Bura düzgünləri yazıb, bura yanlışları yazıb. Amma burada bir dənə abreviatur, niyə 2 dənə budur ki bu? Səhvdir də. O birlər düzdür bu arada. Burada da səhv olan, düz olan daha doğrusu, yanlışın içində də düz olan 8-dir ki, kompüter. Belə. Deməli, nə oldu? 1-8-in yerini dəyişdik, həyat axarına düşəcək. O bir sözlərə öz baxa bilərsiniz. Düz yazılıb, səhv yazılıb. Deməli, belə. Həm yazılışı, həm də tələffüzü yanlış olan sözü müəyyənləşdirin. Ağıla batan. Deməli, həm yazılışı, həm tələffüzü. Ağlabatandır. Burada bu yazılış səhvdir, tələffüz də səhvdir. Elə cavab A variantı olacaq. Sonra nə idi burada deyil? Başı açıq sözü. Başı açıq sözü necə olur? Başı açıq düz yazılıb, baş açıq düz deyilib. Bizə nə deyir? Yanlış olsun. Casus, bu da düzdür. Yəni burada bir problemlər yoxdur. Deklarasiya deyil, deklarasiya. Bunun yazılışı səhvdir, tələffüzü düzdür. Sonra ehtiyac. Belə deyək. Normaldır burada, ikisi düzdür. A variantı olmamalı. Nə yazılışda, nə tələffüzdə. Növbəti suala baxaq. Nöqtələrin yerinə i hərfi yazılmalıdır. İ hərfi. Müşkül, mühüm, büro, təkamül, mürşid. Deməli, cavab Y variantı. Mürşid yazılır. Sonra, burada nə deyir bizə? Bəxtiyarlıq,
hazırlanmaq sözlərin fonetik xüsusiyyətlərinə bağlı ortaq. Baxın, bəxti, yarıq, düzdürmü? Hazırlanmaq. Bu da düzdürmü? Hərəsində 3 dənə varmı? Açıq, qapalı, incə saitlər işlənmişdir. Açıq, qapalı, incə. İkinci sözdə incə sait mən görmürəm. Yəqin siz də görməlisiniz. Sonuncu samit cingiltilidir. Görürsünüz, x-nın hələ cingiltili olmaq qabiliyyəti formalaşmayıb. Çıxırıq. Kar qarşılığı olmayan l samiti işlənmişdir. O yazılışdaydı. Tələffüzə keçəndə artıq yoxdur. Bizə də tələffüz lazımdır. 5 cingiltili samit işlənmişdir. Sayında riyaziyyatınız yüzdə olar yəqin. 1, 2, 3, 4 yoxdur. 1, 2, 3, 4, 5. 2 mən özümdən şübhələnirəm inşallah riyaziyyat baxımından. Bəxtiyar, 4 orada. Deməli 5 cingiltili samit tapmadım. Hər birində kar qarşılığı olmayan bir r samiti var. Vay, bunun hamısını səhv çıxardıq ki biz. Nə deyir bizə? 5 cingiltili samit var. Yəqin burada olacaq nəsə mən. Bunu saymıram axı, deyirəm mən mindiyimi saymıram həmişə. Bunu minmişdim. Deməli b, d, y, r, r. Mən Azərbaycanla səhv eləmirəm. Uşaqlar, Azərbaycan dili sualını riyaziyyatda səhv eləyə bilərəm. Cavab olur D variantı. Keçəkmi? 6-cı sual. Tələffüzündə səs uzanması olan terminləri müəyyənləşdirin. Sinekdoxada uzanma yoxdur. İstiarə budur. Təyin bir də budur. Sonra metonimiyada yoxdur. Mübaliğə bir də budur. 2, 4, 3, 2, 3, 4. O da B variantı. Növbəti. Birinin amonimlik xüsusiyyəti yoxdur. Yəni, amonimlik qabiliyyəti hələ ki formalaşan söz deyil. Yəni, ona baxaq görək. Nərə. Uzanma var deyə elə amonim deyil bu. Deyiliş eyni olmalıdır. Orada intonasiya fərqi var. Çiçək sözü bir xəstəlik kimi. Bir də nə? Çiçək, su çiçəyini eşitmişsiniz də. Bir də adi çiçək də, həyatınızda olan çiçək. Yol, biri var yolmaq. Qızlar daha yaxşı bilir, o saçıncadan yollar bir-birinin. Bir də ki, getdiyiniz yol. Kürək beldir, lapatka, bir də mənası var. Şandakı ikidir, şan şöhrət, bir də arının şanı. Yəni, A variantı. 8-ci suala qəfildən baxaq uşaqlar. Bəli, antonim sözlərlə bağlı yanlış fikirdir, yanlış. Əks mənalı sözlərdirmi antonim sözlər? Antonim sözlərlə bağlı yanlış. Bəli, əks mənalı da mən də fikirləşirəm. Eyni nitq aid olurmu? Hər zaman, hər yerdə, həmişə. Fərqli quruluşda ola bilmir. Niyə ki? Fərqli quruluşda ola bilər də. Biri düzəltmə olar, biri sadə və yaxud da biri mürəkkəb olar, biri düzəltmə. Nə olmasın ki? Deyiliş yazılışı fərqli olur, əlbəttə olacaq. Bu da doğrudur. Bədii təzad yaradır. Təzad da əksliyi olduğuna görə. C variantı. Hansı bənddə sinonimlik cərgə pozulub, sinonimlik. Baxın, bura bir dənə, baxın, B variantı. İstirablı sifətdir. Zülm isimdir. Sifətlə ismin nə tər sinonimliyi olacaq ki? Eyni nitq səsliyi bir şey deyil. Deməli, B variantı səhvdir. O birilərə öz-öz baxın, hamısı sinonimdir. Deməli, burada nə istəyir bizdən? 10-cu sualdır, 10-cu sual. Nə deyir? Deyir ki, frazoloji birləşmələrin mənaları düzgün göstərilməmişdir. Əldən salmaq, yorulmaq. Düzdür bu. Sizə görə plus qoyuram. Göz vurmaq, gözünün birini yumub, birini açmaq. Bu göz vurmaq o demək deyil də. Yəni, düzdür, gözümüzün birini yumub, birini açırıq göz vuranda. Amma mənası deyil də. Deməli, biri budur. Saman altdan su yeritmək, hələ bunu fanta yeritmək də başa düşə bilərsiniz. Özüm elə deyirəm bu arada. Gizlin iş görmək deməkdir. Saman altdan su yeridənlər görmürsünüz. Bəli, bu doğrudur. Dara düşmək, dar ağacından asılmaq. Nə əlaqə? Dara düşmək, dar ağacından asılmaqdır. Mən dara düşmüşəm, çətinə düşmüşəm də, dar ağacından asılmamışam. Göylə getmək, lovğalanmaq. Bəli, bu doğrudur. Ürəyinin yağını yemək, çox istəmək. Bu, həyəcan keçirmək, qorxmaq, belə bir mənadadır, amma çox istəmək əlaqəsi yoxdur. Deməli, yanlışlar 2, 4, 5. Nərdəsən, ay qəzəm? 2, 4, 6 imiş belə. Deməli, 2, 4, 6. 11-ci suala baxaq mı? Uşaqlar, nə deyim sizə? WhatsApp kanalımıza abunəsiniz.
Abunə deyəndə biraz pis çıxır. Elə bilirsiniz oradan bizə pul ödəyirsiniz. Xeyr. Pulsuz suallar paylaşılır. Belə suallar, nə bilim, nə. Bu videonun altında 2 dənə kanal linki yerləşdirəcəm. Biri buraxılış, biri də sırf Rəşad Ümbatov. Belə. Qoşularsınız ikisinə də, yaxşı mı? Özünüz üçün, mənim üçün yox, qoşulmasaz da olar. Problem deyil. Orada suallar paylaşırım, maraqlı, bir-birindən fərqli, belə bir şey. Həm də sınaqlar falan videolar olanda oraya atılır, baxırsınız. Cədvələ əsasən doğrudur. Frazoloji birləşmə. Səbir kəsası dolmaq, hövsələdən çıxmaqdırmı? Bəli. Biri götürəcəyik. Sonra və cin atına minmək deməkdirmi? Səbir kəsası dolmaq həqiqi mənalı qarşılığı. Cin atına minmək özü frazolojida olmaz. Taleyin üzünə gülmək, bəxtə açılmaq. Bu ola bilər. Bu ola bilər. Taleyin üzünə gülüb bəxtə açılır da. Olsun. Qazanmaq deməkdirmi? Yox. Nəyi qazanır taleyin üzünə güləndə? Sonra dalağı sancmaq, küyə düşmək. Dalağı sancmaq başqa şeydir. Olmaz. Və onun deyir ki, həqqi mənalı qarşılıq. Dalağı sancmaq şübhələnmək deməkdir. Mənasını düz veriblər. Yəni, həqqi mənalı qarşılıq. Və nəticədə 1-2-6, o da daş dəmir. Növbəti 12-ci suala baxaq. Frazoloji birləşmə ilə bağlı aid düzgün fikirləri seçin deyir. Seçək də. Aslı birinci əsas. Aslı olmur. Əsas olmur frazolojida. Bu səhvdir. Sonra, frazoloji birləşmə feili birləşmənin aslı tərəfi ola bilər. Niyə olmasın ki, frazoloji birləşmə? Kimə nəsikdir ki? Olacaq da feil birləşmənin də aslı tərəfi olacaq. Elə isim birləşmənin də aslı tərəfi olacaq. Olur. Sintaktik təhlil zamanı bütün cümlə üzvləri rolunda çıxış edə bilir. Hə, olar. İndi bəziləri yox, mənim feil olur. Yox, feil olmur. Yəni, feil olur əsasən. Amma onun maq artıranda, nə bilim, ən, feil sifət zad artıranda bütün cümlə üzvləri ola bilər də. Frazoloji birləşmələr mürəkkəb cümlə üzvü olur. Bunu da yalan deyir. Frazoloji birləşmələr sadə cümlə üzvüdür özləri. Frazoloji birləşmələr mürəkkəb cümlə üzvü olmur. Bunu düz deyir. Olmur da mürəkkəb cümlə üzvləri. Və nəticədə düzgün küfürləri istəyirdi bizdən. 2, 3, 5 götürürsünüz və canınızı qurtarmış olursunuz. Belə. 13-ə baxaq. 13. Körpə budaq əl açıbdır yağışa. Birinci sözün leksik təhlili. Körpə budaq. Körpə budaq burada məcazidir. Çox mənalıdırmı? Düzdür. Yanlış istəyirəm. Məcazidirmi? Düzdür. Uşaq sözünün sinonim deyil. Bəli. Çünki uşaq isimli körpə sifətdir. Çağa sözünün sinonimidir. Çağa budaq əl açıbdır yağışa deyə bilmərik. Ona görə cavablı variantıdır. Amonim yoxdur deyir. Yoxdur da. Amonim olasın. D variantı. Hansı bəndə aid xüsusiyyət verilməyib? Sözlərin leksik mənaları izah olunur. Harda? İzahlı lüğətdə, bunu dedik. Düzgün yazılışı verilir orfoqrafiya lüğətində. Düzgün deyilişi verilir orfoepiya lüğətində. Mənşəyi nədən törəməsi etimoloji lüğətdə verilir. Tərcümə lüğəti bunların heç biri deyil. Translate into Azərbaycandan zaten deyil. Keçsin. O başqa bir şey. Bir dildən o biri dilə tərcümədir. Hansı nümunədəki sözlərin hər ikisi məcazi mənadadır? Yəqin ki, dil pəhləvanı yazarsınız sizdən. Bəli, burada deməli, digər variantlara baxsaq çox. Bir tərəfi, məsələn, kompüterin beyni, bu məcazidir. Kompüter sözü həqqidir. Mülayim xasiyyət, burada xasiyyət həqqidir. Şirin, yumor həqqidir, şirin sözü məcazidir. Ünlü sənətçi, burada da heç nə məcazi deyil. Deməli, dil pəhləvanı dilini güləşdirmir ki, və yaxud da dil pəhləvanı pəhləvanlıq eləmir ki. Deməli, ikisi də məcazidir. Deməli, belə. 16-ya baxaq. Eyni söz həm çox mənalı, həm də amonim xüsusiyyətinə malikdir. Burada da belə bir şey harada var idi, qoyun, tapım. Deməli, həm çox mənalı, həm də amonim. Bax, buradan baxın, it. Deyir ki, yolcu uzaqlaşıb gözdən itdi. İtdi, yəni itdi, getdi. Bir də it heyvan var da, bilirsiniz. Bir də gözdən itmək məcazidir. Məsələn, bir kitabın itməyi həqqidir. Deməli, həm həqiqən məcazi mənada işləmə bilən sözdür. Həm çox mənalı, həm də amonim xüsusiyyətinə malikdir. Bəli. Burada uşaqlar, burada bir dənə bəziləriniz fikirləşərsiniz qız sözünü. Qız sözü amonimdir, amma çox mənalı deyil.
Feil kimi olaraq beyni qızmaq da olar. Amma ki, burada nə deyib sizə? Qızın işıqlı gözləri deyib. Burada adam kimi qızdır. Onun da çox mənalığı yoxdur. Amma burada var. Ne variant? Nitqə aid düzgün fikirləri seç. Mimika və jest nitqə müəyyən emosionallıq verir. Ola bilər, niyə verməsin ki? Jest, əl-qol hərəkətləridir, emosionallıq qatır da. Məsələn, mən əl-qol hərəkətləri edirəm, belə-belə qatır. Qatır deyəndə biraz şey olmasın. İnsanlar arasında ünsiyyət vasitəsizmi nitq? Xeyr, o dildir. Dinləyib anlama şəklində də təzahür edir. Nə? Nitq mi? Yox. Nitq mədəniyyətinin ən mühüm şərti ədəbi dil normalarına əməl etmək. Bəli, hər birimizin borcu budur. 1-4. Dil və nitq bir-birləri ilə üzvü sürətdə bağlıdır. Deməli. Dil nitqdən törür. Dil nitqdən mi törür? Yox, olmaz axı. Ben görüm nəyi səhv elədik. 1-4. Nitq. Dinləyib anlama. Bu olacaq da. 1-3-4. Dinləyib anlama şəklində təzahür edə bilər. Olar. Dinləyə bilərsən nitqi, anlaya bilərsən. Problem yoxdur. 1-3-4. Olsun. Siz. Daş dəmir. Leksik normanın pozulduğu cümlələri müəyyən edin. Leksik normanın pozulduğu cümlələr. Deməli, ataların var dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. Burada bir şey yoxdur. Almazı ancaq almaz ciraya bilər. Burada da bir şey yoxdur. Xalqımız firavan yaşamağa məhkumdur. Məhkumdur niyə? Bax, budur cavab. Niyə xalqa firavan yaşamağa? Məsələn, pis yaşamağa məhkumdur anlayışı var. Amma deməli, firavan yaşamağa məhkumdur ifadəsi düzgün deyil. Deməli belə, cavab olacaq C variantı. Azadlıq verilmir, alınır. Normal cümlədir. Adamları öyrətmək, onları öyrənməkdən asandır. Adamları öyrətmək, bəli. Bu fikir özdə səhv eləmirəmsə bir fransız adama aiddir. Alimdir, yoxsa nə işə baxır bilmirəm, amma mənim yadım belə qalıb. İnternetdən araşdırmayayım, baxın, adını yazın, görüm şərh bölümdən. Əyərmirəm özüm axtarmağa. Hardansa mənə tanış gəlir, fransız. Hansı bənddə qrammatik norma pozulmuşdur? Mütəxəssislər uçmuş kənd körpüsünü təmir etdi. Elə budur da. Etdilər də, mütəxəssislər adamdır. Bu cəmdədirsə, bu da cəmdə olacaq. Deməli, qrammatik norma pozulub. Digərlərində qrammatik norma pozulmayıb. Ona görə də oralara baxmağa getməyə ərinirəm. Bu arada özünüz baxa bilərsiniz. Hansı bənddə poetizm işlənməmişdir? Dağın ətəyindəki duman yavaş-yavaş yuxarı sürünürdü. Bax, ətəyindən duman sürünürsə deməli məcazdır da. Səhərin gözü açılmamış, səhərin gözü var, açılada. Bu da məcazidir. Dağlar, nədir bura, niyə belə oldu? Dalğalar sevinirdi gəlişimizə. Bəli, sevinirdi. Deməli, məcazdır. Dalğalar necə sevinəcək? Mən kərpicdən tikilmiş bu köynə evdə doğulmuşam. Yaxşı eləmişsən. Deməli, budur da. Burada heç bir məcazlı yoxdur. Adam doğulub da. Neyinib ki? Başqa iş görmür ki. O xəyallarımın uçduğu yerdə xəyallar da uçmur. Ona görə bu da məcazdır. Deməli, cavab olacaq nə? D variantında məcaz yoxdur, poetizm yoxdur. Ədəbi dilin üslublarının hamısına aid xüsusiyyətləri müəyyən edin. Hamısına aid. Fərdi üslubun təzahürü rəsmidə olmaz. Ciddi nitq normalarına əməl edilməsi bu hamısına aid fikirdir. Sonra, standart formalardan istifadə rəsmi güzardadır. Sözün informativ funksiyasından istifadə edilməsi ola bilər, mümkündür. Bu da hamısına aid edilə bilər. Çünki informativ funksiya düzdür. Deyəsən, bədidə bütün sözlər poetik olmur. Təbii ki, orada da həqqi mənalı sözlər işlənməlidir. Bir mətni bəlkə də belə deyim, poetizm dediyiniz mətni, yəni bədii üslubda olan mətnə baxsaz, sözləri saysaz, ən çox həqqi mənalı söz görərsiniz. Amma yenə mətn məcazi mətndir. Təbii ki, bu normaldır. Sözlərin müxtəlif mənalarda düşünülməsinə şərait yaratmaq, bu da bədii üslubda ola bilər. Müxtəlif mənada, çox mənalı.
Elə 2-4 var da cavabımız. Mücəhət. Hə, gələk bu deməli sual nə deyir bizə? Aid olduğu üslubun fərdi şuurdan ictimai şuura keçmək, xalqın mədəni səviyyəsini yüksəltmək kimi mühüm prosesdə ədəbiyyatla yanaşı kinonun teatrında rolu böyükdür. Deməli, bunun üslubuna aid nə var burada? Bu hansı üslubdadır? Bu publistik üslubdadır. Ona görə anlaşıqlı seçəcəyik, təsirli seçəcəyik. Məsələn, sərbəstlik məişətdədir, məntiqlik elmi üslubdadır, dəqiqlik hansı elmi üslubdadır, obrazlıq bədii üslubdadır. 3-5. Telefonumuz ayıqası şu an üzüm sayın. 27 saniye vaxtımızı alın. Hə. Belə, növbəti. Bu nə deyir burada? Gəlib çıxmışıq 23-ə. Allah. Mücərrəd mənalı və düzəltmə isimləri müəyyənləşdirin deyir. Məhsuldar sifətdir, isim deyir. İnancdır, inanc. Düzəltmədir və mücərrəddir. Gərginlik. Mücərrəd və isimdir. Elə bizə bu lazımdır. 4-2. İzdiham sadədir. Kimyagər də isimdir. Düzəltmədir, amma mücərrəd deyil. Kimyagər kimya adamı da nə deyir ona? Belə bir şey. 2-4 oldu, elə mi? Hə. Baxın görüm. Hə, 2-4. Və bir dənə kalp atırsız gedir. İkinci və üçüncü şəxsin təkinin mənsubiyyətinin şəkilçisini qəbul etmiş isimlər işlənmişdir. Deməli, qəlbimə nisgil gətirən bu fikri başımdan qovuram. Deməli, başımdan birinci şəxs var, qəlbim birinci şəxs var, fikri, burada heç üçüncü şəxsdə yoxdur, ikinci şəxsdə yoxdur. Sənin planın, sənin öz planın, ikinci şəxsin mənsubiyyəti, şəhərin baş planı, bu da üçüncü şəxsin mənsubiyyəti. Biri buradadır. Kəndin ağsaqqalı, onun ağsaqqalı, biri budur, üçüncü şəxsdir. Suyun mənbəyi də təsiri qaldır. Burada da ancaq üçüncü şəxs mənsubiyyətlər var. Kitab mağazasında sənin dediklərin də var. Kitab mağazası mənsubiyyət, sənin dediklərin mənsubiyyət. Sənin dediklərində bu da isim deyil, ona görə biz bunu çıxacaq variantdan götürməyəcəyik. Gözün ceyran gözü, gözün, sənin gözün, öz gözün, ikinci şəxsin mənsubiyyəti. Ceyran gözü, onun gözü. Bu da üçüncü şəxsin mənsubiyyəti. Deməli, bizə nə lazımdır? 2 və 5 yazırsınız. Sonra neyinirsiniz? Bilir. Sonra bir dənə kalp atırıq. Qrammatik cəhətdən həmişə tək olan isim işlənmiş cümlələr. Mən sizə bir söz deyim mi? Əgər başdan bura qədər baxmısınızsa, həqiqətən də, bunu bir dəfə də bir videoda demişdim, video 40 neçə dəqiqə idi. Gəldim, çox uzun gedir. Dedim ki, bura qədər kim baxıbsa, həqiqətən o şagirdlər dözüm nümayiş etdirənlərdir və çox yüksək bal toplayacaq şagirdlərdir. Bura qədər, məsələn, ərincəklər baxmayın. Bax, həqiqətən deyirəm, özünüzdə bunu bir yoxlayın. Bir şərh yazın bura, qoyun aşağıya və vaxt gələcək ki, bəlkə bu video sonralar, illər sonra qabağına çıxar, kanala da abunə olarsan deyə gələcək tez-tez. Və o şərhini görərsən ki, həqiqətən də müəllim düz deyilmiş. Mən deməli ki, vaxtında oxumuşam. Amma ərincəklər bura qədər baxmır. Ərincəklər bir-iki dənə suala baxır, çıxıb gedirlər. Onlar bilsin neçə ballıqlardır. Hamısı 200 ballıqlardır. Vallahi, inanmırsınız. Hamısı kəsilmiş, deşilmiş yaralarla ki, qaydacaq dədəsinin üstünə. Bax, olardır. Onlarla boş verin. Qoyun nə iş görürlər, görsünlər. Qrammatik cəhətdən həmişə tək olan isim işlənmiş cümləni müəyyən edin. Həmişə tək olan isim. Məsələn, cəmiyyət sözü heç vaxt cəmlənə bilməz. Elə biri birdir. Soyuq qış gününün birində qapımız asta-asta döyüldü. Burada günlər sözü cəmlənər, qış günün. Həmişə tək olan isimlərin işləndiyi. Burada mən əhali sözünü görürəm, biri budur. Burada bir dənə ictimaiyyətdir, biri əhalidir, məsələn.
Bir də dünya sözü ola bilər məncə 4-də. Ən qədim yaşayış məskəni, məskənlər onsuz da cəmdədir. Azərbaycan da məsələn olar. Azərbaycan da cəmlənə bilməz. Azərbaycanlılar deyə bir şey yoxdur xüsusi isimli. 4. Amma dünyalar dağılsa deyə bilirik ya. Dünyanı götürməyəcəyik. Burada Azərbaycanı götürəcəyik. Sonra qonaq qaldığımız evin döşəməsi qalmış. Burada da heç nə yoxdur məncə. Əsas əhali, ictimaiyyət, cəmaət, bir də xüsusi isim tapmalıydıq. Onları da tapdıq. 1, 3, 4. 1, 3, 4. Belə. Hansı cümlələrdə ismin quruluşca hər üç növünə aid nümunə var? Şagird qələmdanını bizə dəqiqə uşaqlar başlayın. Mənzək gəlir. Şagird qələmdanını kitabxanadan yadından çıxarmış. Kitabxanada yadından çıxarmış. Nə deyil? İsim quruluşca hər üç növünə. Şagird burada olsun sadə. Qələmdan olsun düzəltmə, kitabxana olsun mürəkkəb. Üçü birində, bir də var. Ayaqsız sifətdir. Uşaq isimli adlı şeydir, bu quruluşca sadədir. Ayaqqabısız, burada sifətdir, bunu da götürməyəcəyik, ikini atırıq. Ağıllıların, ağıllı sifətdir. Səsim tutulur. Əlaməti, bu olsun sadə. Bədbəxtlik mürəkkəb, deməli. İgidlik də düzəltmə. Burada tapdıq, üçü də var. Sonra azadlıq düzəltmə. Özbaşınalıq mürəkkəb. İfratı götürə bilərik mi? Məncə götürə. Bu kimdir zəng edir? Nə dedik? Harada qalmışdıq? 1-3 İfrat dərəcədə. Burada bunu bir yerdə götürəcəyik. Məncə bu deyil. Azadlıqsa düzəltmə, özbaşına. Məncə götürmək olar amma ifrat dərəcədə. İsim quruluşca hər üçünə ifrat dərəcədə. İfrat çox. İfrat necə? Amma sifət deyil. Sifət. Deməli biri birdir uşaqlar. Biri birdir. Bir də dərəcə sözünü özünü niyə götürmürük biz? Heç görmürəm. Bax, görürsünüz, qocalmışam inşallah. 1, 3, 4. Şagird ismin quruluşca hər üç növünə aid nümunə var. Kitabxananı mən mürəkkəb demişəm bayaq. Yaxşı ki, video bitəndən sonra görmədim. İnanırsınız, topa tüfəngə qoyardınız məni. Kitabxana düzəltmədə axı, düzəltməm. İndi görmüşəm, yaxşı ki. Deməli, kitabxana düzəltmədim, xana da. Burada bunu çıxacaq ondan. Elə cavab 3-4 götürəcəyik. 3-4. Qoyun bir daha baxın. Belə suallar, biz sizinlə adamın zəhləsini tökülür. Oradan bir söz tap, buradan bir söz tap. Belə sualları sevmirəm mən. Və sadə, bədbəxtlik mürəkkəb, igidlik burada problem yoxdur. Azadlıq, düzəltmə, dərəcə sadə, özbaşınalıq mürəkkəb isimli düzdür. Şagird sadə, qələmdan düzəltmə, kitabxanada düzəltmə olduğu üçün bu variantı çıxmışıq. Cavab 3-4 uşaqlar, 3-4. Az qalmışdım, yanam. Sən yanasan, dədə. Deməli, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Qardaş sözü sadə, yoldaş sözü quruluşca düzəltmə isimlidir. Bu düzdür, doğruya doğru götürək, anı götürək. Daşı sözü həm çox mənalı, həm də amonim xüsusiyyətinə malikdir. Daşı. Daşımaq feili var, Amma daşı deyə bir başqa söz yoxdur ki, onu amonim götürək. Daş var. Daşımaq da ayrı sözdür. Ona görə məncə bu yanlışdır. Deməli, nə götürəcək? 1-ə A, 2-yə B. Heç nə, belə. 28. Tarixdir ki bu. Vay. Mətindir, uşaqlar. Mətin oxuyarsınız. Aprel ayıdır. Uzaq bir qəsəbənin, uzaq bir otelində oturmuş. Bunu oxumuşam mən. Deyəsən oxumuşam. Baxın, görün. Gəlin oxuyuq da. Deməli, hər gün pəncərəni açacaq. Oxumuşam. Siz ekranı saxlayıb oxuya bilərsiniz, yaxınlaşdıra bilərsiniz məsələn. Sualda nə deyir 28-də? Çərçivə dağılında verilmiş cümlədə bir söz mətnin məzmununa uyğun işlədilməmişdir. Onu hansı sözlə vəz etmək olar? Burada çərçivə dağılında verilmiş hissə buradır. Otağın pəncərəsinin kömür mədəninin açıldığını gördüm.
Deməli, hər gün pəncərəni açacaq, hər gün kömür anbarını, hər dəfə kömür anbarını görəcəkdim. Məncə burada mədən sözünün yerinə anbar söz olmalıydı. O yanlışlıq oradadır. Otağın pəncərəsinin kömür mədəninə açıldığını gördüm. Heç bir şey. Deməli, burada səhv olan mədən sözünü anbar nəvəz eləmək lazımdır. Mədən deyilmiş, anbar imiş. Elə onu yazırsınız bura. 29-da altından xətt çəkilmiş cümlənin sonuncu sözü məzmununa uyğun məcazi mənalı ifadə ilə əvəz edib yazın. Altından xətt çəkilmiş isə buradır. Bunları düşünürdüm ki, birdən pəncərənin yanında bir masa gördüm. Masaya rast gəldim. Məsələn, rast gəldim olar. Bir masa qarşıma çıxdı olar, qarşıma çıxdı. Qarşıma çıxdı. Sonra bir masa gözümə dəydi olar, bax gözümə dəydi. Belə bir şey yaza bilərsiniz, məcazi mənalı ifadələr. 30-a da baxaq, canınız qutarsın. Mətnin giriş hissəsində işlənmiş məcazi mənalı sözü müəyyən edib, həqiqi mənada başqa cümlədə işlədim. Mətnin giriş hissəsinə baxırıq. Burada aprel ayıydı, uzaq bir qəsəbənin, uzaq bir hotelində otaq tutmuşdum. Tutmuşdum sözünün məcazi mənadadır, həqiqi mənada da, məsələn, qardaşımın qolundan tutmuşdum. Belə işlədim, geçsin də, rahat bir şeydir. Tamam uşaqlar, hələlik öz-özə iyi baxın, yaxşı baxın. İnşallah növbəti sınaqlarda görüşərik. Bu arada kanalımıza da abunə olun da, 85% abunə deyil, bu nə deməkdir?